Salam hər kəsə, hər vaxtınız xeyir olsun. Bugün mən sizə Word-dən maraqlı bir sual izahı ilə gəlmişəm. Bilirəm ki, əksər tələbələr bu sualın izahında çox çətinlik çəkir. Çünki öz tələbələrimdən bilirəm. 135.017 dəfə bunu izah eləsəm də, yenə də 135.018 dəfə soruşurlar. Və ümid edirəm ki, bu video bu sual üçün çətinlik çəkən tələbələrə kömək olar. Necə qəliz bir cümlə qurdum, heç özüm də bilmədim. Deməli, mən bu tip sualları necə işləyirəm? Bunu siz cədvəl çəkərək də həll edə bilərsiniz kitabçada və bunu riyazi bir yolla da işləyə bilərsiniz, heç bir şey çəkmədən də. Sözün açığı, bu sual tipi yeni bir sual tipidir və 2025-də də qəbula düşən bir sual tipidir. Ümid edirəm ki, bir dəfə də ona da bir izah videosu çəkərəm. Deməli, sualda nə deyir? 6 sətir və 3 sütundan ibarət cədvəl verilmişdir. İkinci sütun seçilmiş və aşağıdakı əmr icra olunmuşdur. Bu şifrli söz əmridir. Görək burada nə baş verir və bu əmrlərin icrasından sonra cədvəldə neçə xana olar, bunu soruşur bizdən. Mən bunu sizə praktiki olaraq göstərəcəm, amma praktiki olaraq göstərməzdən əvvəl sizə nəyi göstərməyə çalışacağam? Siz riyazi olaraq bunu necə həll edə bilərsiniz? Deməli, əgər bizim cədvəlimizin 6 sətri və 3 sütunu varsa, deməli, bizim ümumilikdə 18 xanamız var. Bunu yəqin ki, hər kəs bilir niyə. 3 sütun 6 sətrimiz var. Sonra, deyir ki, ikinci sütun seçilir. Yəni, həmin cədvəlin ikinci sütunu seçilir. Məlum məsələdir ki, bizdə 6 sətir var. Bunu 6 sətrə parçalayaq. 2, 4, 5, bir dənəsini də buradan çəkək. Aha. Deməli, həmin bu ikinci sütunda 6 sətir var. Və bu əmr icra olunub. Split söz. Yəni ki, bölürük bunu xanalara. Gənclər, deməli, baxın. Burada belə bir nüans var. Bu əmirdə ilk olaraq biz nəyə fikir veririk? Merge ses aktivdirmi? Merge ses before split. Yəni ki, əvvəlcə seçilən xanalar birləşir, daha sonra bölünür. Yəni, mənim bu ikinci sütunumda olan bütün xanalar birləşir, bir dənə xana halına gəlir. Bilirsiniz də, merge ses odur ki, birləşdir onları, merge ses daha doğrusu. İndi baxın, onları merge seslə birləşdirdi. Mənim ikinci sütunumda hal-hazırda, baxın, 6 dənə xanam var. Həmin o 6 dənə xananı birləşdirdi, bir dənə xana elədi. Sonra, number of column 6, number of row 3. Yəni, Azərbaycanlı olduğunu demədən göstər. Rəqəmləri Azərbaycan dilində, sözləri isə ingiliscə deyirik. Deməli, baxın. Deməli, bu bizə deyir ki, sən bu seçilən hissəni 6 sütun 3 sətirdən ibarət bir cədvələ böl. Yəni, əgər mənim 3 dənə sətrim varsa, 6 sütunum varsa, deməli, 18 xanam olacaq. Yəni, demək istəyir ki, sən bu seçsin ikinci sütunu 18 xanaya böl. Merge ses aktivdirsə, bu ikinci sütundakı bütün xanalar birləşəcək, olacaq bir dənə xana və daha sonra bunu 18 xanaya bölmüş olacaq. Yəni, nəticə etibarilə əvvəlcə ikinci sütunda 6 xana var idi, indi olacaq sonda 18 xana. 6-dan 18-ə dəyişim var, yəni 12 vahid artım var. Deməli, mənim ən başda 18 xanam var idi, ən sonda 12 vahid artım baş verdi. Və bunların da cəmi mənə verir 30. Beləliklə, nəhayət ən sonda mənim 30 dənə xanam olmuş olacaq. İndi bunu mən riyazi olaraq göstərdim. Gəlin bunu biz, necə deyərlər, praktiki olaraq göstərək və siz mahiyyəti anlayın ki, mən nə demək istədim əslində orada. Ola bilər ki, bəlkə ilk başda izləyənlər biraz çətinlik çəkər. Videonu dəfələrlə izləsəz mahiyyətini anlayacaqsınız. Deməli, biz, baxın, 3 sütun 6 sətirdən ibarət bir, belə desək ki, cədvəl yaradaq. Deməli, 3 sütun 6 sətir. Burada birinci yerdə duran ədədlər, bilirsiniz ki, sütun sayını göstərir. 3 vur 6-da 3 sütun sayını göstərir. 6 isə sətir sayını. Birinci yerdə duran ədəd sütun sayıdır. İkinci yerdə duran ədəd sətir sayıdır. Bunu da unutmayın. Aha. Baxın, mən 18 xanadan ibarət bir cədvəl yaratdım. Və seçdim ikinci sütunumu. Aha. Gəlirəm layouta, alət tabı layouta. Cədvəl əlavə olunanda layout alət tabı açılır. Deməli, burada split ses var. Bu əmri seçirəm.
Mergesi aktivləşdirirəm. Koluma 6 yazıram, roya 3. Yəni 6 sütun 3 sətr. Baxın. OK desəm, bu ikinci sütundakı bütün xanalar birləşir, bir xana halına gəlir, merge aktivli deyə. Sonra 6 dəfə 3 18 xanaya bölür. Baxın, artıq ikinci sütunda 18 dənə xana olacaq. Baxın. Görürsüz? 1 2 3 3 dənə sətri var. 1 2 3 4 5 6 6 dənə də deməli sütunu var. Baxın. Bu bizim ümumi ikinci sütunumuz idi da. Görürsüz? Baxın. 1 2 3 4 5 6 6 dənə sütuna bölüb. Bax 3 dənə də sətrə bölüb. Baxın. 1 2 3. Aydındır? Artıq ikinci sütunda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 18 xana var. Düzdür, bir dənə saymağa ehtiyac yoxdur. Mən indi sizə sübut olsun deyə sayıram ki, baxın. Burada ümumi saysaz görərsiniz ki, burada 30 dənə xana var. Bax, belə sualımızın düzgün cavabı olacaq B variantı. Ümid edirəm ki, bu video sizin üçün aydındır. Videonu dəfələrlə dayandırıb baxsanız, mahiyyətini tam olaraq anlayacaqsınız. Bunu da çətinlik çəkənlər üçün deyirəm. Növbəti videolarda görüşmək ümidi ilə.